qoçular veya o sözü, vaxtilə bu qoçu sözü o qədər aşağılanmışdı, o qədər ona lağla baxırdılar ki, adam o sözü dilinə gətirməyə bəzən utanırdı ki, yəni onu gözümüzdən elə salmışdılar, Halbuki Bakının bütün kəndlərində, qalada bizim hazır burada iştirak edik Qalalı, Kəbləzi Bala ermənilərə qarşı mübarizədə çox aktiv bir insan olub Kəbləzi Bala. Bu zonadan, Şağanın özündən, bütün adlarını çəkməyə, Bakının, bayağı Adilin adını çəkdik, biz onun o bir əsərlərinin o adinlə əlaqədar bir toplu da hazırlamışıq Hacı Sultanla birlikdə. Başqaları həm də biz, ancaq Hacı Sultanın rəhbərliyi ilə sonra onların qeyrəti Mərdəkanda, Həzib Ağrısan da bilərdi, Mərdəkanda nəsələri vardır və onları üzə çıxardan yoxdur. Biz indi bəzilərini, Hacı Sultan da bu işdə aktivdir, bəzilərini oradan-buradan tapırıq, yadda qalmazsın, yazırıq, düzəldirik. Ancaq onlarla, yüzlərlə vətənini, torpağını sevən, onun uğrunda fədakarcasına mübarizə aparan bizim imkanlı insanlarımız da olub, bizim qoçularımız da olub.